Hüseyin Cavid, Şərq qadını. Mən nə idim? Şərqin əzilmiş qadını. Mən nə idim? Uf, onu heç sormayınız. Varlığım bir quru heç. Keçmişin ən qaba, ən vicdansız, kirli dırnaqları qəhr etdi məni. Görmədim gün ışığı. Doğduğum gündən əvət, tarixin paslı zəncirləri inlətdi məni. Hər tərəfdən qara bir məfhumat pərdələr çəkdi həmən gözlərimə. Qoparırkən fəryad etdi qanun ilə din istehza mənim öksüzcə qırıq sözlərimə. Yox, yalan söylədim, aldanmayınız. Vardı bir çox tapınanlar da mənə. Çünki pək dilbər idim. Süslü kaşanələrin qoynunda məni sarmışdı ipəklər, tüllər, ağlayırdım gülərək. Alışıb məhbəsə, altun qəfəsə, söndürürdüm qaba şəhvətləri mən. Pək gözəlsən, qan içən sultanlar mənə əyləncə yapar. Çox zamanlar da bağışlar birinə ən nəfis, işvəli bir qüvvə deyə. Oh, nə miskincə həyat. Yeri gəldikcə atarlar yan ilə, yaxud atəşkədəyə. Duyğusuz Tanrıya qurban olaraq. Kül olurdum yanaraq, qıvrılaraq, daha dəhşətli bəla. Çirkin isən, atacaqlar dərhal bir çuxur, bir quyuya, bir kanala. Yapsalar hər qabalıq, alçaqlıq, baş əyərdim susaraq, of demədən. Bir zamanlar mən, evet, bir heç idim. Qismətim şillə, dayaq, könlüm əsir, bir böcəkdən də həqir. İndi lakin o tikənlərdən uzaq, gülərək, oynayaraq, yaşamaq zövqünü duymaqdayam ancaq. Yox, mən artıq sürünən heç deyiləm. Parçalanmış da qaranlıqdan örülmüş kəfənim, gəmirilməz beynim, İşte ən şanlı üfüqlərdə uçan şərqin azadə, gülər bir qızıyam. Uca həşmətli fəzalardan aşan pəmbə bir yıldızıyam.